Nə qəşəng burnun var ha sən? Mən gözələm də. İndi sabah baxın. Elvin qardaş, sabah məni izlə. Vapsatda yığ. Ay, sən Vapsatda yığ da deyirəm. Elizabeth, sən də zəng elə oraya. Elvin qardaş, sabah mənim dəyişimimi görəcəksiniz. Xırdalandayam. Canlı da olacaq. İzləyəsəm. Biz Dəyişdirəcəklər məni sabah. Valla. Hə? Kaçıda? Saat 2-də oradayım da. 7 saat indi, 7-8 saat onda ha. 2 saatdan sonra. Saat neçədə canlı açaq? Saat neçədə canlı açaq? O onda evdə varsan yaxşı. Yaxşı. Mən də canlı açacaq, sən də canlı. İkimiz də canlı açacağız. Ya sən bunu evdə olacaqsan? 10 tamamda. Yox, 10 tamamda. Hadi onda evdə olacaqsan. Hə, bu çatacağım Damla, haycan. Elvin, sən xoşqadam xanım. Bir polisindən var Damla. Yox. Ya ev açardı. Burada ev açarı çıxsam yox, xoşqadam xanıma deyəcəm ki, zəng elə, sotsınlar, gətirsə burada ev alsınlar. Ya ev açardı, ya qızıldı, ya da puldu. Üçündən birində. Ev açarı çıxsın, nə olur? Dıngıldaq da gör nədir? Ya oğlu deyir ki, bana çıksın. Gör nədir? Eşçisən. Qızlar, kim istir mənim evim olsun, əl qaldırsın. Kim istir mənim evim olsun, əl qaldırsın. Hə. Evin olsun. Elə bil ki, evin olsun, evin. Elvin qaqaş elə bil ki, Lalə Azartaş deyib, Bərəkət haqqı, qara qutu çıxdı ekrana. Ay yox, Lalə Azartaş adam bu qədər insanı saxlamır. Elvin gedir o başa, gəlir o qutunun ağzındasın, o da ürəyə başlayır. Gedir, gəlir. Pəncərənin yanında nə var, mən bilmirəm. Elvin qardaş, Azərbaycandan da mənə bir dənə kutu hazırlayıblar, sürprizdir, böyük sürpriz deyilən. Buram haqqı, məndən o qutunu götürüblər, mən onu tərk eləmişəm. Bilirsən kim? Hə, kim? O zövqlü mebel var burada. Məndən oğluyub, hə, bildim. Mənim canım. Böyük sürpriz var mənə. Aydanla, eşitirsən? Haydi. Bugün açdın o kutunu, belki ola bilər ki, orada qızıl çıxar, pul çıxar, ya açar çıxar. Heç olmaya biraz aldanılmasın da, birinci günü belki açar çıxdı, nə bilmiyor o. Özəldən söz deyil. Bir utan evim olsun. Mən sənə verəm, başladı o çabaq. Mənə bax, sən o verişli bir dənə qutun var axı. Birdən o burada çıxdı, onu vermədilər sənə. Hə, odur da. Elvin, qulağın... Gözlə bir dəqiqə. Elvin, qulağın gətirsən bir söz deyəcəm. Qaqa, heç kim görmüyor, özün aç bax. Heç kim görmüyor, özün aç bax. Özü 50 dəfə baxır. Özü 50 dəfə baxır. Neçə gündür baxır. Romantiklər bıçaq qaldırır be. Elvin qardaş, qulaq asın, mənə məktub gəlmirdi ha? Məktub yox, 2 gündür başım qarışıb, söhbətə yatamıyordum 2 gündür. Səbəbə döş düşdün. Məktublar da duyanamamısan. Mənə məktub yazıram. Deyirəm ki, bağışda. Tamla. İnşallah şans kapıları hər zaman açıqdır. İnşallah sizə qurban. Romantikanın kıçına baxsan Allah. Ayın 5-i sənə məktub var ancaq, ayın 5-i. Dəqiq. Hə, özdə ən böyük gücdə. Cavan demədən. Hə, ən böyük gücdə. Özdə böyük bir şeydir ya, balaca bir şey deyil. O diye Elizabeth yazır, həqiq deyirsən? Valla ən böyük bir şeydir, yolda da prost gelib götürməliyəm. Gelib götürmək, qol çəkib götürəcəm. Böyük bir şeydir. Yəni dünyada ən böyük bir şeydir yəni. Elvin, Damla eşcis məni, gör nədirəm. Başa düşmədim, elə bir təhsilə sizə kutu gəlir. Təhsilə sizə məktub gəlir, bax mənə də gəlir. Kapital Bankdan, Asfal Bankdan. Valla mənə də gəl. Kızlar, Elvin qardaş, bir dəqiqə deyərəm, bir dəqiqə. Axşam kızlar saat 10 tamamda hamınız hazır olun. Hamınız hazır olun. Çünki canlıda bugün kutu açılacaq. Kutunun içində nə çıxmanızı istəyirsiniz, görmək istəyirsinizsə canlıda olun. Damla 17 Pro Max çıxacaq sənə. Mən iPhone telefonu istəmirəm. Mən dünyada ən varlı adamı da olsam, mən iPhone telefonu istəmirəm. Sən elə edirsən damlanın yerine mən ürəyəm var. Allah qudun çamadan eləyirdir. Oy, bətər soğudum. Allah damladı. Maman Elvin qardaş, xoşqadam xanım bilirsən bugün nə dedi? Nə dedi? Deyim mi? Bax, bu da hapşırdım. Dedi, insanlar hamısı sənə tərəf yazır, hamısı sənə istəyirlər. Onun dostum Allah dedi, əvvəl sənə qarşı çox aqressiv idi insanlar. İndi hamısı sənə görə istəyir. Aygün xanım nəsə yazıb. Kutu gəldi. Aygün xanım məktub gəldi. Yalan demə də. Nə olar, böyük məktubdur.
Qutunun balası olsa birini də mənə verin. Məktub gəldi sənə Damla. Axşam 10 tamamda açılacaq. Yaxşıdır. Oxu mənə. Oydo, bu nədir? Nə gidesən? Oy Damla, varlaşdın sən. Nə gidesən? Sən Allah Hacı dedən xan Allah. yazıb gəlsin, zibilərə baxın. Nə baxın, Zibilə banka baxın. Ay, bana baxın, bir purs yemək yeyə bilirəm indi. Sən xaş yiyin. Yox, yemək yemərsən, olmaz yemək yemək. Biri yazın mənim ürəyim tık-tık eləyir. Can, niyə sənin ürəyin tık-tık eləyir? Gürcistanlı balasıdır. Allah Mən qorusun. nə deyirəm, Damla, Hə, eşidirsən? Bu canlı sahibi Elvindir, azdan çoxdan izləyirəm də, yaxşı qardaş, Allah canınızı sağ eləsin. Elvin düz 3 ildir. Elvin qardaşı mən tanıyıram. Mənə səhifələri də o verib. Mənim səhifələrimdə o qurma alıb. Mənim əlimdən tutanda o olub. Mənə həmişə düz, səpiş öz yoldaşı ilə mənə nələr eləyib. Elvin qardaşı, Emini də. Elvini Çıxarsın dostluqdan. çıxdı. Elvini biraz çox haqsızlıqlar oldu, biraz getdi. Bilirəm. Bilirəm. Bibi, Elvinə Elvinə qarşı olan haqsızlığı mənə nə qədər eləyirlər, Bibi. Bibi, mən pis yol gedən deyiləm, içən deyiləm, çəkən deyiləm, Bibi. Yıxırlar məni, sürükləyirlər. Amma hər gün sən danışırsan, demək danışın. Deyirəm, yəni yaxşı insan var, nə edirsən elə, nə qədər o incisə də eləsə, yenə həmən o ürəyi Allah ona verir. Deyil, yəni, bu belə insandır, bunu Allah yaratıbdır xeyirxahlıqdır. Həmən Ey kilo, ürəyim mənim. Bu mən içirəm, salam, xoş geldin. Ey kilo. Elvin, Emini dostluqdan çıxartdı. Mən Emini... Bura. Hə? Aygün də çıxardım. Yox, Aygünlə mən Aygünlə küs deyiləm ki, mən Aygünü xətrini çox istəyirəm. Aygünlə küsmüşəm, tanışmayacağım. O deyil Aygün, biz barışdıq. Biz Aygünlə barışdıq. Aygünü saxlayayım ki, Emini çıxardım. Mən Emini, yox, sən çıxardırsan bilirsən, amma mən Emini çıxartdım. Çıxar. Mən çıxartdım. İçimən bir Emini dostdan çıxardı. Mən Emini dostluqdan çıxartdım. Mən Emini ümumiyyətlə həqiqətən mən onun canlısında da getmək istəmirəm, onunla danışmaq da istəmirəm. Bəşirdir. Niyə, nə oldu yenə də? Məni onun canlısında söydülər. Mən o adamı atdım səsə, o mənim acıqdan oldu adamı çıxardı, qayda dedi mənim dostumdur. Yenə də məni söydü. Çağırım gəlib üzr istəsin. İstəmirəm, lazım deyil. Yox, mən xətrimdə Zamanın qarşısında. Elvin qardaş, mənim canlımda kimsə səni söyə bilər? Hə? Yox. Milyonda sənin canlında kimsə məni söyə bilər? Yox. Ay sağ ol, o düz hərəkət eləmədi. Alo, Emin haradasan? Gəl üzr istə, tez ol biraz. Dur gəlim ala. Bu gəlib üzr istəyirəm. Çay yoxdur istəyirəm. Üzr istəsə